Bir futbolcu bir tam sezonda neçə oyuna çıxa bilər? 40, 50, yoxsa daha çox? Şübhəsiz ki, hər klub üçün ən böyük qazancı stabil və zədələrdən uzaq futbolçulara sahib olmaqdır. Videomuzu bəyənib kanalımıza abunə oldunuzsa keçək bir futbol mövsümündə ən çox oyuna çıxan 3 futbolçuya. 3-cü sırada Manchester United'ın illərdir davam edən uğursuz gedişatında tək ayaqda qalan futbolçu Bruno Fernandes var. Portuqaliyalı Maestro 2022-23 mövsümündə klub və milli komanda daxil olmaqla bir sezonda 79 oyuna çıxaraq 20 gol və 19 asistlə double-double etməyi bacarmışdır. İkinci sırada bir digər Portuqaliyalı və futbol tarixinin ən stabil performans göstərən futbolçularından biri olan Cristiano Ronaldo var. Hər sezon yüksək sayda oyuna çıxan Ronaldo 2016-17 mövsümündə 80 oyuna çataraq bir daha fiziki davamlılığını sübut etmiş və 60-dan çox gol, 15-dən çox asistlə insanüstü performans göstərmişdir. Hazır insanüstü performans demişkən keçək sıralamamızın birinci pilləsinə. Birinci sırada 2011-12 mövsümündə Barcelona və Argentina millisi ilə birlikdə 82 oyuna çıxan və bu qarşılaşmalarda 91 gol, 36 asist edən Lionel Messi var. Bəs sizcə Messinin bu rekordu qırıla bilərmi? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın.